Mən sizin bundan öncəki təlimlərinizdə də olmuşam, biz bilirsiniz. Mənə çox sual gəlir. O suallardan birini ünvanlayıram ki, təlimlə bağlı. O harda ki, özünü tam olaraq çarəsiz hiss edirsən, çarəsizliyin dibinə düşürsən, deyə də bilmirsən, danışa da bilmirsən. Bu təlimdə biz onu tapacağıq, yoxsa yox? Bəli. Bu təlimdə siz bilsiz kimi tapacaqsınız, özünüzü. Kimisə yox. Nə yoldaşı var, nə uşaqları var, nə valideynləri var. Sən başa düşəcəksən ki, sən kimsən. Və sən kim olduğunu başa düşdükdən sonra artıq o nəsil olsun, indiki həyat olsun, karma olsun, nə olur olsun, sənin artıq öz idarə altında olacaq. Numerologiya bunu çox gözəl göstərir. Yenə də deyirəm, bu heç bir şey təsadüf deyil. Numerologiyada rəqəmlərimizə baxsaq, yəni onu karmik numerologiya var da, onu analiz eləyəndə görürsən ki, mən filan tarixdə bu saatda doğulmuşam. Artıq oradan belə bilinir ki, sənin bu həyatda ananla bir sınağın olacaqdı. Daha sonra mənim anamla bir sınağım olmağa başlayır. Yəni mən 6 yaşıma, 7 yaşıma kimi super yaşayırdım. Daha sonra birdən-birə anam dəyişdi, mənə sınaqlar verməyə başladı söhbəti deyil. Sən artıq bu dünyaya bu sınaqları götürmək. Bu dərsi almağa gəlmirsən ki, sənin bu həyatda ananla sınaq olacaq. Görüm sən bu sınaqdan necə çıxacaqsan. Sabah biz Allah qarşısında cavab verəcəyik, düzdürmü? Belə loru dedisə bir kəmali olaraq mən Allahın qabağına çıxacağam. Allah deyəcək, sən bu həyatı neynədin? Mən sənə bir ömür vermişdim, 70 il, 80 il, 90 il. Neynədin? Mən nə deyəcəm? Çoxunuz nə deyəcəksiniz? Qonşumuz var idi, hər şeyə pis baxırdı. Qoymadı qabağa gedim. Mənim ulu nənəm var idi, deyəsən onun lənəti var idi üstümdə. Yenə sual verəcək ki, sən özün neynədin? Mən sənə bu boyda ömür vermişəm. Bu boyda güc vermişəm, potensial vermişəm, şuur vermişəm sənə. Sən onu hara xərclədin? Biz yenə deyəcəyik. Qonşu var idi, mənim ərim qoymadı, mənim uşaqlarım qoy böyüsün sonra. Hər zaman bizim bəhanələrimiz olacaq. Millətdə belə bir, onun psixologiyada prokrastinasiya deyirlər. Hər şeyi sonraya saxlamaq. Sonra eləyərəm. Uşaqlar bağçaya getsin sonra, uşaqlar məktəbi qutarsın sonra, uşaqlar ailə qursun sonra, bəlkə sonra özüm üçün yaşayaram. Bəlkə heç sonra olmadı. Yəni nə bilirik? Buradan çıxıb başımıza nə gələcək, nə bilirik? Adamlar 10 ilin planını qurur da, uşaq doğulsun, uşaq falan yerə getsin sonra. Sən nə bilirsən ki, o olacaqmı, olmayacaqmı? Əgər sən indiki zamanda özünü dəyişmək üçün cəhd eləmirsənsə, sonra da sən bunu eləməyəcəksən. Çünki sonra yaş artır, karmalar çoxalır. 17 yaşımızda etdiyimiz dəyişikliklər daha tez özünü göstərir, nəinki 35, 45, 55 yaşında. Zaten anında olmurlar. Yəni sən bu gün burada ola 10 il sonraya saxlayırsansa, deməli sən heç bu gündə də deyilsən. Bir də çoxları reqressiya, indi hal-hazırda reqressiya çox qəşəng moddadır. Yox, mənim keçmiş həyatımla bağlıdır falan. Deyirəm ki, sizin bu həyatda o qədər yığdığınız Kamal xanım, reqressiya nədir? Mən heç bilmirəm. Reqressiya keçmiş həyatları araşdırmaqdır. Yəni səni orada transa salırlar, trans vəziyyətinə ki, sənin orada keçmiş həyatlarından hansından ki sən dərsi tam almamısan, o çıxır sənin gözünün qabağına. Bunu eləməyə lazımdırmı? Yox. Yenə də deyirəm, yüksək mən, çünki ruhu bir neçə yerə böldüyü üçün sən öz həyatını deyil də, sən paralel yaşadığın insanın həyatını görə bilərsən. Əgər sənə onu görməyin icazəsi verilsəydi, sən bu dünyada görərdin də onu. Bəs ona görə mən oturum fikirləşim ki, mənim keçmişdə atam, anam olub, bacı qardaşım olub, övladım olub, adam dəli olar həqiqətən. Bunu heç düşünməyə lazım deyil. Bunu heç reqressiyanı da biz, reinkarnasiyanı da biz çox danışmağı sevmirəm. Çünki kimlərsə bunu qəbul edir, kimlərsə eləmir. Siz sadəcə bilin ki, sizə şuur və şuuraltı verilir. Bütün kodlar şuuraltındadır. Bəzən baxın, belə bir xanım var ki, pulu var, pul qazanır. Amma daim qorxur ki, birdən mən kasıb olaram. Birdən itirərəm, heç nəsiz qalaram. Deyirsən, bu səninmi qorxundur? Deyir, yox. Niyə? Nənəsi, ulu nənəsi, gəlirsən, baxırsan da,
nə vaxtsa pulu oldu, İraq olsun, Allah göstərməsin, böyük bir itki yaşadı. Gəldi, karmik olaraq sənin taleyində var ki, sənin pulun olacaq, amma o qorxu DNK vasitəsilə gəlib oturub sənə. Sən daima təşviş içindəsən. Cibində pulun var, bank hesabında pulun var, amma sən daima düşünürsən ki, o pulu məndən götürəcəklər. Oğrayacaqlar, itəcək və ya da xəstəliyə gedəcək. Sən var olan o puldan zövq ala bilmirsən.